14 avqust tarixində döyüşən 4 boksçumuz ringə çıxdı və 3-ü qalib gəldi, biri isə məğlub oldu. 55 kilodan danışsaq, Nihat Qasımlı ringə girdi və ringin ələ aldı və sübut elədi ki, ring buna aiddir. Həqiqətən də möhtəşəm döyüşdü və rəqibi kontrolda saxlamağı, məsafəni, bütün ringi görməklə indiyə qədər döyüşən Azərbaycanlı boksçuların içində ən sərbəst və ən səlis döyüşən boksçu kimi yadda qaldı. Bu günlərim ayın 15-i də daha boksçularımız ringə çıxacaq. Şahin Aslanlı döyüşdü, ringə çıxdı, qalib də gəldi. Ancaq ki, birtəhər qalib gəldi. Yəni, tam üstünlüklə qalib gəlmədi. Mən istəyərdim ki, bizim boksçularımız elə Nihat Qasımlı kimi tam sərbəst və tam üstünlüklə qalib gəlsinlər. Yıxılırlar, tuturlar, nə bilim, bu biraz qalib gəlmək lazımdır, əlbəttə, ancaq ki, daha elə döyüşmək lazımdır ki, tamaşaçılar da oturub gözləsin ki, bu günlərin bizim hansısa bir boksçumuzun döyüşü olacaq, oturaq ona baxaq. Yəni, maraqlı döyüş göstərmək lazımdır, həm publikaya, həm də ki, idman ictimaiyyətinə, yarışda iştirakçılara və hər kəsə. Rıza Rızayev döyüşdü, məğlub oldu və rəqibin əlini qaldıranda da dizlərini yerə atdı. Sanki qələbə qazanmışdı, hakimlər döyüşü buna vermədi kimi təəssürat bağışladı. Ancaq ki, əksinə 3 raundun üçündə də İrlandiyalı boksçu bunu, üzr istəyirəm deyəcəm, döydü. Rıza, qardaş, sən bu işi bacarmırsan, mən sənin yerində olsam daha səmərəli, daha faydalı işlərlə məşğul olardım. Əgər qorxursansa, ringə niyə çıxırsan, ringə çıxmırsansa, niyə qorxursan? Əslində, İrlandiyalı boksçu səndən qorxurdu, sadəcə olaraq o blef elədi və blefi tutdu. O da hiss elədi ki, sən qorxursan və başladı daha üstüvə sıxmağa. Hətta ringdə oturanda məşqçilər belə sənə texniki məsləhətlər belə vermədilər. Sadəcə oturdun, gəldin, su verdilər və sonunda da məşqçi Elvin Məmirzadə başı ilə belirlədi ki, dur get. Durdun, getdin, 3-cü raundda döyüşdün. Məncə, məsələləri oturub fikirləşmək lazımdır. Əgər bir işdə bunun gələcəyi yoxdursa, məncə bu işi indidən dayandırmaq lazımdır. Yaşımın da ən gözəl vaxtıdır, 18-19 yaşım var. Daha faydalı, daha ölkə üçün, özün üçün, ətrafındakı insanlar üçün daha faydalı ola biləcəyin bir işlə məşğul olmağı əsas.